Rəqsanə, bir daha xoş gördük səni. Süni intellektin istifadəsi ilə bağlı nə kimi yeniliklər tətbiq ediləcək, səndən eşidək. Hər vaxtınız xeyir olsun bir daha Nuraynə. Bəli, vurğuladığınız kimi artıq dövr müasirləşdikcə bir sıra sahələrdə süni intellektdən və digər üsullardan istifadə edilir. Müasir texnikalardan, üsullardan faydalanır insanlar və təbii ki, indiki məqamda qeyd olunur ki, gələcəkdə, irəliyən dövrdə əlilliyin qiymətləndirilməsində də süni intellektin imkanlarından istifadə ediləcək. Bunun hansı formada olduğu ilə bağlı detalları öyrənəcəyik. Qonağımı təqdim edim əvvəlcə. Qonağım Dost Rəqəmsal İnnovasiya Mərkəzinin direktor müavini Orxan Salahovdur. Xoş gördük Orxan bəy. Gələcəkdə, irəliyən dövrdə süni intellektin imkanlarının hansı formada yararlanacaq? Bu barədə detallar eşidək istəyirəm. Deməli, məsələ bizdə necədir? İlk öncə onu qeyd edeyim ki, süni intellekt tək əlilliyin qiymətləndirməsi istiqamətində deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlara göstərdiyi xidmətlərin daha çox hansı istiqamətdə müraciətləri olur. Onları biz əsas götürərək xidmətli süni intellektin imkanlardan harda istifadə edə bilərik, onları müəyyənləşdirmişik artıq. Bunlardan biri də əlilliyin qiymətləndirilməsi istiqaməti idi. Burada da məsələ nə idi? Biz bugün bilirik ki, əlilliyi olan şəxslər çox sosial cəhətdən həssas kateqoriyaya aid olan şəxslərdir. Onların müraciətləri maksimum dərəcədə tez bir zamanda qiymətləndirilməlidir. Bu da öz növbəsində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrları, tip personajları baxımından mühüm əhəmiyyət kəsb edir ki, onların iş prosesi sadələşmiş olacaq, həm də vətəndaşlarımızın qiymətləndirilməsi, əlilliyinin qiymətləndirilməsi prosesi həm optimal şəkildə, obyektiv şəkildə, həm də tez bir zamanda həyata keçirilmiş olacaq. Biz də süni intellektin imkanlarından bu əlilliyin qiymətləndirilməsində ikili mərhələdə istifadə etdik. Birinci mərhələni artıq biz tətbiq edirik. Bu nədir? Tibb müəssisələri tərəfindən göndərilən, yaradılan göndərişlərdə vətəndaşlarımız barədə xəstəlik tarixçələri müəyyən olunur. Bunu bilirsiniz, əlilliyin də qiymətləndirilməsi həmin göndərişlər əsasında həyata keçirilir. Bu göndərişlərdə bəzi hallarda olurdu ki, çox cüzi miqdarda belə deyək, çox geniş bir əhatəli deyil. Olurdu ki, tibb müəssisəsi həmin şəxs barədə müəyyən bir məlumatları qeyd edirdi. Bu da nəyə görə bunu qeyd edirəm? Əlilliyin qiymətləndirilməsi anonim şəkildə həyata keçirilir. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirmə həkimləri qiymətləndirdiyi şəxsin kim olduğunu, harada yaşadığını, hansı tibb müəssisəsində belə deyilən müalicə aldığı barədə məlumatları görmür. Ona görə də bizim üçün vacib idi ki, biz göndərişlərdə bu tip məlumatlar gəldiyi halda biz bunları anonimləşdirək. Ona görə süni intellektin ilkin olaraq bu mərhələdə biz tətbiqini həyata keçirdik. Yəni göndərişlərdə tibb müəssisələrində hansısa bir vətəndaş barədə onun xəstəlik tarixçəsində hər hansı bir onu müəyyən ediləcək məlumatları var idisə, biz onu müəyyənləşdirib, artıq onu da anonimləşdiririk və bizim qiymətləndirmə həkimlərinin qarşısına məlumatları sırf anonim şəkildə çıxardırıq ki, onlar qiymətləndirməni obyektiv şəkildə həyata keçirə bilsinlər. İkinci mərhələ isə sırf bizim həkimlər tərəfindən əlilliyin qiymətləndirmə prosesinin belə deyək, ilkin etapda süni intellekt tərəfindən həyata keçirib, yəni daxil olan göndəriş həkimin qarşısına çıxmamışdan qabaq süni intellekt onu belə deyək, təhlil eləyir, qiymətləndirmə nəticəsini artıq həmin şəxsə hansı dərəcədə belə deyək, əlilliyin müəyyən olunmasını təmin eləyir və tövsiyə xarakterli olaraq həkimin qarşısına çıxardır ki, bu göndəriş üzrə qiymətləndirmə bu formadadır və axır yekunda həkim onun baxır, təhlilini aparır ki, görür ki, hər şey qaydasındadır, düzgündür, yəni artıq qiymətləndirməsini təyin edir. Burada yəni məsələ sırf qiymətləndirməni tam olaraq süni intellektə vermişik demək deyil. Yəni biz artıq ilkin etapda həkimlərə kömək məqsədi ilə biz bunlara alətdən istifadə edirik və düşünürük ki, gələcəyə daha bir irəli baxışda proseslər tam şəffaf şəkildə həyata keçirilsə, yəni niyə də olmasın tam olaraq prosesi süni intellektin üzərində vermək, amma bu da ki, ilkin etapda rəhbərlik tərəfindən verilən qərardan asılı olacaq. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, əlilliyin qiymətləndirilməsi eyni zamanda digər istiqamətlərdə süni intellektin imkanlarından yararlanılacaq və təbii ki, indiki dövrdə elə müxtəlif qurumların fəaliyyətində də biz süni intellektin istifadəni müşahidə edə bilirik. Artıq proses mərhələli formada aparılır. Çatdıra biləcəklərimiz bu qədər, sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik. Geniş şəkildə məlumatları təqdim etdiyiniz üçün.